Hər vaxtınız xeyir olsun, əziz uşaqlar. Bu gün biz sizinlə 6-cı sinif təbiət dərsliyindən kiçik summativ qiymətləndirmə 1-ə hazırlıq məqsədi ilə bəzi test nümunələrinə baxacağıq. Keçək birinci məsələyə. Birinci məsələdə soruşulur ki, qüvvənin təsiri nədən asılı deyil? Biz bilirik ki, qüvvənin təsiri nədən asılıdır? 3 amildən asılıdır. Tətbiq nöqtəsindən, istiqamətindən və qiymətindən. Bəs neydən asılı deyil? Əlbəttə ki, sayından asılı deyil. Keçək 2-yə. Qüvvənin vahidi hansıdır? Qüvvənin vahidi biz bilirik ki, F hərfi ilə işarə olunur və vahidi Newtondur. Üçüncü tapşırıq. Yer planetində təsir edən ağırlıq qüvvəsi 60 Newtondursa, həmin cismə ayda təsir edən ağırlıq qüvvəsi nə qədərdir? Deməli, uşaqlar, cismə yerdə təsir edən ağırlıq qüvvəsi yer üçün. Ağırlıq qüvvəsi 60 Newtona bərabərdir. İndi bizdən soruşur ki, bu həmən cismə ayda təsir edən ağırlıq qüvvəsi niyə bərabərdir? Əvvəlcə biz cismin kütləsini tapmalıyıq, düzdürmü? Ona görə yazıram ki, F, yer üçün yazıram mən bunu, bərabərdir. M vurulsun J-yə. Buradan M-i tapsam, M bərabərdir. F yer bölünsün J-yə, bu da bərabərdir. Yerdə ağırlıq qüvvəsi nə qədər idi? 60. 60'ı qoyacağım bura. Yer içində intensivliyin qiyməti biz bilirik ki, 10'a bərabərdir. Bərabərdir 6 kiloqram. Tapdıq ki, cisimimizin kütləsi 6 kiloqramdır. Bəs onda ayda təsir edən ağırlıq qüvvəsi nə qədər olacaq? Onu tapaq. F ağırlıq qüvvəsi ay üçün bərabərdir. M vurulsun J-yə. F ağırlıq qüvvəsi bərabərdir. M-mizi nə qədər tapmışdıq? 6 tapmışdıq. 6'nı qoyacağım bura. 6 vurulsun. J-mizin nə qiyməti? Yadınızda saxlayın. Ayda J-nin qiyməti 1,6'ya bərabərdir. Yaxşı. Gətirib qoysam yerinə. 6'nı vuracağım 1,6'ya. O da eləyəcək 9,6 Newton. 4-cü tapşırığa keçək. 4-cü tapşırıqda soruşulur ki, qüvvənin hansı növlərini tanıyırsınız? Biz ümumiyyətlə bilirik ki, qüvvənin ağırlıq qüvvəsi var. Q yazıram ki, başa düşün, ağırlıq qüvvəsi. Başqa hansı var? Sürtünmə qüvvəsi, bəli, sürtünmə qüvvəsi. Başqa hansı qüvvə növünü tanıyırıq? Arximed qüvvəsi. Yazın. Arximed qüvvəsi. Başqa və dayağın reaksiya qüvvəsi. Dayağın reaksiya qüvvəsi. Deməli, qüvvənin hansı növlərini tanıyırıq? Ağırlıq qüvvəsi, sürtünmə qüvvəsi, arximed qüvvəsi və dayağın reaksiya qüvvələri. Daha sonra 5-ci tapşırığa baxaq. 5-ci tapşırıqda qüvvələrin hansıları eyni istiqamətdə yönəlib? Baxaq görək ki, burada hansı qüvvələr eyni istiqamətdə yönəlib? Fikir versək, görərik ki, burada F1 və F4 əks istiqamətdədir. F3 ilə F2 əks istiqamətdədir. Amma eyni istiqamətdə olan qüvvələr hansılardır? Baxın, görürsünüz, F5 də yuxarıya doğrudur, F8 də yuxarıya doğrudur. Demək ki, eyni istiqamətdə olan qüvvələr F5 və F8 qüvvələridir. İndi 6-cı tapşırığa keçək uşaqlar. 6-cı tapşırıqda deyir ki, cisimə tarazlaşan qüvvə təsir edərsə, o necə hərəkət edər? Biz bilirik ki, hərəkət edən və yaxud da etməyən hər hansı bir cismə tarazlaşan qüvvələr təsir edərsə, onun hərəkətində heç bir dəyişiklik baş verməz. Yəni, heç bir dəyişiklik baş verməz. Baş verməz. Bunu əslində biz izah etmişik də. Tutaq ki, bir cisimə sağ tərəfə doğru 8 Newton qüvvə təsir edir. Eyni zamanda sol tərəfə də 8 Newton qüvvə təsir edir. Bu iki qüvvə bir-birini tarazlaşdırdığına görə bu cismin hərəkətində heç bir dəyişiklik baş verməz.
7-ci tapşırığı həll edək. Ağırlıq qüvvəsi nəyə deyilir? Bilirik ki, cisimlərə yer və yaxud da ki, digər planetlər tərəfindən təsir edən cazibə qüvvəsi ağırlıq qüvvəsi adlanır. Yazaq. Cisimlərə yer və ya digər planetlər tərəfindən təsir edən ağırlıq qüvvəsi təsir edən cazibə qüvvəsi ağırlıq qüvvəsi adlanır. Ağırlıq qüvvəsi adlanır. 8-ci tapşırıqda bizə deyir ki, Venn diaqramını doldurun. Biz bilirik ki, istər ağırlıq qüvvəsi və yaxud ki, istər sürtünmə qüvvəsi. Bunların hər ikisində vahidi nədir? Newtondur. Ona görə də 1 hər ikisinin ortasına yazılır. Cazibə qüvvəsidir. Bilirik ki, ağırlıq qüvvəsi cazibə xarakterlidir. 2 ağırlıq qüvvəsinə keçdi. Hərəkətin əksinə yönəlir. Əlbəttə ki, sürtünmə qüvvəsi. Çünki sürtünmə qüvvəsinin tərifində yadınıza gəlir. Hərəkət zamanı yaranan və hərəkətin əksinə yönələn qüvvədir. Ona görə də hərəkətin əksinə yönəlir, sürtünmə qüvvəsinə getdi. Hərəkət zamanı təsir edir. Əlbəttə ki, hərəkət zamanı təsir edir. Sürtünmə qüvvəsi bayaqları tərifində işlətdiyi o sözləri. Cümləni tamamlayın. Qüvvə hərəkət istiqamətinin əksinə yönələndə nə azalır? Əlbəttə ki, sürət azalır. Biz bunları artıq araşdırmışıq. İstəsəz bir də sübut edək. Bax, tutaq ki, cisimimiz sağa doğru hərəkət edir. Düzdür? Əgər mən bu cisimə sola doğru hər hansısa bir qüvvə ilə təsir edərəmsə, tutaq ki, 10 Newton qüvvə ilə dartıramsa, əlbəttə ki, mən bu cismin sürətini azaltmış olacam. Təsəvvür edin, elə bir ki, biri var ki, bu cisimə heç bir qüvvə təsir etməsin və bu cisim hərəkət etsin. Biri var ki, mən onu əksinə doğru sanki 10 Newton qüvvə ilə dartıram. Əlbəttə ki, bu zaman onun mən sürətini azaltmış olacam. Və 10-cu sualda deyir ki, ağırlıq qüvvəsi hansıdır? Uşaqlar, burada qüvvələrdən birini göstərmək fikirlərindən çıxıb, ağırlıq qüvvəsi biz bilirik ki, həmişə cismin mərkəzindən aşağıya doğrudur. Fikir verin, F1, F2, F3 yazılıb, amma F4 yazılmıyor. Unudublar F4 yazmağı. Demək ki, ağırlıq qüvvəsi hansıdır? Aşağıya doğru F4 qüvvəsi. Bu qədər uşaqlar. Dərslərinizdə hər birinizə uğurlar arzu edirəm. Sağ olun.